Məsələn, vaxtı ilə Sovet vaxtı Azərbaycanda boşanma hadisələri çox az olurdu. SSR miqyasında statistikada verirdilər ki, Azərbaycanda çox azdır. Çünki öz aramızdır, məsələn, qızım verirdi, deyirdi ki, o evdən sənin meydun çıxmalıdır. Amma bugün çoxdur. Böyle 2 gündən bir eşidirəm elə qonumda, qonşuda, nə bilim, orada, burada. Ki, filan ailə ayrıldı. Ada heç bir ildə xasiyyətini tutmadı. Leyli Məcnunu adam evləndirərdi onları. Ola bilsin 1-2 aydan sonra ayrılardılar. Ola bilsin belə şeylər də olardı. Xasiyyətləri tutmazdı. Amma çox qəribədir. Onlar o qədər elə o vüsal eşqi ilə yaşamaqları özü gözəldir. Təbii ki, uşaqları çox istəmək lazımdır. Amma qız uşaqların başqa evə hazırlamaq lazımdır. Oğlanı da evləndisə, onu qısqanmaq olmaz. Bəs niyə qaynana, gəlin münasibətləri olur? Çünki ana təbii öz uşağını çox istəyir. Bir də görür ki, buna o qədər əhəmiyyət vermir, arvadına, yoldaşına əhəmiyyət verir. O da onda qısqanclıq hissə yaradır və başlayır onu acılamağa. Belə-belə şeylər olur. Amma bunu şuurlu surətdə başa düşən adamlar xoşbəxtdirlər. Çünki bilir ki, özün gözünün qabağına gətirsin ki, axı o da gəlin olub. O atası, ərinin də anası olub. Bu bir estafetdir. Bunu şuurlu, qarşılıqlı hörmətlə olanda bunda ləzzətli olur. Amma belə bir də görürsən ki, evlərdə lazımsız, yəni hər şeyləri var, amma xoşbəxt deyirlər. Evdə bir dığdıq, evdə ki dığdıq oldu, hamı xəstə olur. Yəni, oturub bir 10-15 nəfər uşaq, ata, ana, nə bilim, quda, oturub bir mehriban söhbət eləyə bilmirlərsə, yazıqlar olsun. Heyf, heyf. O çox bir şey. Bir də insanın, bilirsiniz, o deyirlər ki, həm şirin, həm acı. O dil var ha, dil. Dil də təbii başdan əmr alır da. Elə belə deyil ki. Yəni o xoşbəxt o adamdır ki, mülayim, yaxşı xasiyyəti var. Vallahi onlar hamısı xoşbəxt. Mən çox adamlar görmüşəm. Qohumda da, qonşuda da, kətdə, kəsəkdə də. Görsən ki, bu adam qadoyalım, başva dönümdən danışır və o qədər çatışmamazlıqları var, heç birini yaxına buraxmır. Xoşbəxt adam. Amma adam var ki, hər şey var, evdə qan qaraçılır. Bədbaxt adam. Əziyyət çəkib, ev tikib, hər şey var. Amma evdə o ab-ı hava, ondan səmimiyyət yoxdur. Amma əksinə o biri adamda heç nəyə yox, bir çox uçuq sökük bir evi var. Yağış yağanda bəlkə də çox vaxt damır başına. O daman yağışı da vannanı elə belə ləzzətlə qoyur oraya. Yəni, baxırsan, adam məhtəl qalır. Həyatı başa düşən vaxtda evlənmək lazımdır. Bax, 28-30 yaşı. Bu da doğma deyil, ha. Birdən adam var, indi 23 yaşında evlənmək istəyir, onun məndən acığı gəlməsin. Amma həyat göstərir ki, müəyyən təcrübə olmalıdır insanın. Bu dünya gör-götür dünyasıdır. Sonra adam özünə bəzi sualları verməlidir ki, mən müstəqil yaşaya biləcəmmi? Mənim atam, anam mənə kömək eləməsə, mən yaşaya biləcəmmi? Bunlar var. Sonra bir də görürsən ki, ya oğlan, ya qız bir-birinin varına, dövlətinə, hesabla. Amma bunlar
Bunlar düzgün deyil. Əsas onların arasındakı olan məhəbbət. Düzdür, o var dövlət də bir komponentdir. Yəni insan xoşbəxt olması üçün detaldır. Amma hər şey deyir o. Məsələn, evləndir, Maldiv adalarından istirahətə gedirlər. Gözəldir. Amma təbii ki, orada o qarşılıqlı məhəbbət baş rolda olmalıdır. İllər keçir və çox şey dəyişir. İstəsək də, istəməsək də. Harda isə hisslər də, həyata münasibət də yeni çalarlar alır. Amma aktyor əsas həyat prinsiplərinə bugün də sadiqdir. Ailə elə bir binadır. Bunun özülü olmalı. Təməli pis bina balaca zəlzələ olan kimi yıxılır. Amma təməli möhkəm bina zəlzələ olur, bir şey olur, çatlayır, zad olur, amma bir şey olur. Ailə də elədir. Ailə də görürsən ki, təməli güclüdürsə, təməli. O çatlaqlar olur, nə bilim, söküntülər olur, qopmalar olur, amma o saxlayır. Elə şeylər var ki, demək olar, amma elə şey var ki, onu demək olmaz. Niyə bilməlidir? Bilməməlidir. Çünki bu müqəddəs bir şey kimi mənim içimdə saxlayıram. O niyə bilməlidirlər? Haqsızlıq olar.